Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkan Buzovna yolunun yaxınlığında çox gözəl layihədə hazırlanmış bu gözəl bağ evinin çəkilişinə gəlmişəm. İndi sizlərlə birlikdə bir tur edəcəm. Ətraflı bütün bucaqlardan bu gözəl bağ evini çəkib sizə göstərəcəm. İlk öncə bildirmək istəyirəm ki, bağ evimiz 5 otaqlıdır, 6 sot torpaq sahəsinin üzərində inşa edilib. Çox səliqə ilə, zövqlə dizayner layihəsidir. Daxilindən də çəkiliş edəcəm. Sizə bir ətraflı tur hazırlamışam. İlk öncə yerləşmə yerini sizə bildirmək istəyirəm ki, mərkəz yola çox yaxındır. Yaxınlıqda Qəbələ Xanlar restoranıdır, Qoşaqala. Siz, necə deyərlər, istirahətiniz üçün rahat şəkildə restoranlara gedə bilərsiniz. Piyadə məsafədə deyərdim. Bağ evi modern layihə sevənlər üçün çox əla bir təklifdir. Çünki tam dolu şəkildə sizlərə təklif olunur. Sadəcə bir bazarlığınızı edəcəksiniz, gələcəksiniz bu gözəl bağ evinə. Deməli, həyətə daxil olan kimi belə bir geniş parking zonamız var. Əlavə olaraq küçəsində də siz rahatçılıqla avtomobillərinizi saxlaya bilərsiniz. Sahibkara alqış düşür, çox belə gözəl yaşıllıq da edib. Hasarların kənarlarında leylandır ağacı. Bu palma ağacı isə xüsusən bu evə gözəllik verir. Mətbəxdən çıxarkən belə bir kiçik terasımız var. Evin fasadı keramogranitdəndir və burada bahalı HBŞB sistemlərdən istifadə olunub. Birbaşa olaraq sürgülü sistemlərdir. Əlbəttə ki, son vaxtlar dəbə minən və bağ evlərini gözəlləşdirən yay və qış mətbəxləridir. Söhbətgah da deyirik. Lakin mən bura yay və qış mətbəxi deyirəm. Çünki ilin bütün fəsillərində siz burada gününüzü keçirdə bilərsiniz. İsti döşəməlidir. Daxilində sahibkar manqal da inşa edib. Bax, belə bir gözəl mebellər də quraşdırılıb burada. Baxın. Çox estetik görünüşü var. Səliqəli, incə. Baxın, görün. Və deyərdim ki, burada sahəsi də genişdir. Və buradan hovuzumuzun şəlaləsinin səsini eşidirik. Sürgülü sistemlərlə birbaşa olaraq buradan da hovuza keçid edə bilərsiniz. Bu arada hovuzumuz da çox xüsusi mozaikalarla, keramogranitlərlə işlənib. Çox keyfiyyətlidir. Vaxtınızı almadan istəyirəm sizə həyətin digər hissələrini də göstərim. Baxın, indi mən səhər-səhər gəlmişəm. Gün düz hovuza düşür, çox gözəldir. Burada bizim lejankalarımızdır. Çalışacağım gecə görüntülərini də bura əlavə edim. Baxın, görün necə gözəl və divarda da xüsusən LED işıqlar. Dəyərli izləyicilər, bir məqamı da sizə bildirmək istəyirəm ki, gördüyünüz bu villadan eynisini sahibkar yanında inşa edib, eyni layihədə, eyni sotda. İndi onu sizə göstərirəm. Baxın, görün, eyni bir villadır. Sadəcə burada həyətin strukturu biraz fərqlidir. Lakin qiymətlər eynidir. Bəzən olur, mənə iki qardaş, iki dost, iki qohum müraciət edir ki, yan-yana villalar istəyirlər. Bu sizin üçün əla bir təklifdir. Dəyərli izləyicilər, evin fasadını sizə bir daha göstərmək istəyirəm. Evə daxil olmamışdan öncə sizə qısaca olaraq Əmlak Agentliyimizə Bağım Azar məxsus olan veb-sayt haqqında qısaca bir məlumat vermək istəyirəm ki, siz Bağım.az veb-saytına daxil olmaqla digər bağ evlərinə baxa bilərsiniz. Uzun illər çalışdığımız sahibkarlardan çox xüsusi endirimləri əldə etməyi bacarırıq. Start qiymətlərinə siz fikir verməyin. Bizim müştərilər, bizim xidmətlərdən istifadə edənləri bilir. Bağım Az uzun illərdəki fəaliyyət göstərir. Telefon nömrələrimizi qeyd etmişəm. Zəng edin, əlimizdən gələn köməkli hissə edək. Və bu bağ evində də əlbəttə ki, bizim müştərilərə xüsusən endirim var. Müraciət eləyin. İndi isə həmən bir daha sizə evin qarşısındakı mətbəxdən çıxan terası göstərirəm. Və beləliklə daxil oluruq evə. Evə daxil olan kimi bizi belə bir gözəl dəhliz qarşılayır. Necə ki, evin eksteryeri, eləcə də interyeri bir-birini tamamlayır və daxil olan kimi sol istiqamətimizdə belə bir üst geyimləri üçün dolabdır. Sağ tərəfdə güzgüdür. Bir daha hər kəsə salam olsun. Layihə çox maraqlıdır. Birlikdə sizlərlə tur edəcəm. Ətraflı bütün bucaqlardan sizə bu gözəl bağ evini təqdim edəcəm. Bu arada yenə də sizə demək istəyirəm ki, bağ evimiz 5 otaqlıdır, 4 yataq otağı var. Evin daxilində isə
3 hamam otağı mövcuddur. Belə gözəl bir mətbəximiz var. Mətbəxə keçid edəcəm, amma ilk öncə istəyirəm ki, sizə bu bağ evinin qonaq otağını göstərim. İnşallah bu evi alan yoldaşlar xoş günlər keçirsinlər dostları ilə, qohumları ilə. Çünki belə bir gözəl evdə gərək ancaq gözəl günlər də keçirdəsiniz inşallah. Deməli, qonaq otağımıza daxil olan kimi belə bir süni kaminimiz var, lakin həm dekorativdir, eləcə də istilik də verir. Kənarları mərmərdən. Belə bir 8 nəfərlik masamız var. Birbaşa olaraq hovuz görüntülü zalımız çox gözəldir və burada divar panellərindən də istifadə olunub. Tavanda gözəl LED işıqlardır. Mənim ən çox xoşuma gələn burada görüntüdür ki, evin fasad görüntüsü, həyət görüntüsü çox gözəldir. İşığın düşməsi çox önəmlidir. Baxın, burada belə bir gözəl, yumşaq mebellər quraşdırılıb, artıq TV var. Baxın, sizə göstərirəm bütün bucaqlardan və əlbəttə ki, keçirəm mətbəximizə. Mətbəx qonaq otağı ilə bir-birini görür. Mətbəximiz də çox fərqli bir dizayna malikdir və bu arada bir daha sizə vurğulayıram ki, tam avadanlıqlıdır. Stroyla, yəni quraşdırma soyuducu da quraşdırılıb bütün texnikası ilə. Daxil olan kimi mətbəxdəki genişlik, hətta baxın, divarda belə bir gözəl bir rəsm əsəri var. TV-miz ada texnika Samsunga aiddir. Qab yuyana qədər var və burada sizə göstərmək istəyirəm ki, soyuducu. Yəni bir sözlə bazarlığınızı edin, gəlin bu gözəl bağ evinə və buradan birbaşa olaraq bayaq ki vurğuladığım terasa çıxışdır. Belə bir xəbə-şəbə sistemlə çıxırsınız terasa. Özüm ətraflı çəkirəm. Bəzən olur məni qınayırlar ki, niyə bu qədər uzun videolar. Lakin mənim əsas məqsədim sizlərə ətraflı məlumat verməkdir. Beləliklə davam edək. Deməli, mətbəxdən çıxan kimi bizim dəhlizimiz 2 istiqamətlidir. Sol tərəfdə master yataq otağıdır, eləcə də sağ tərəfdə də digər master otağıdır. İndi bir-bir otaqları mən sizə göstərəcəm. İlk öncə qarşımıza çıxan evin ümumi hamam otağını sizə göstərmək istəyirəm ki, baxın, belə bir hamam otağıdır. Səliqəli, divarı kesim stiçerlərdən istifadə olunub. Yataq otaqlarımızın ikisinin daxilində özünə məxsus olan hamam otağı var. Baxın, görün necə gözəl rənglərdən istifadə ediblər. Belə bir yataq otağımızdır. Dolabı da var. Keçirəm ikinci yataq otağına. Keçirəm ikinci yataq otağına. Bu da master yataq otağıdır. Çox geniş. Baxın, mebellərimiz də quraşdırılıb. Və bu yataq otağının daxilində özünə məxsus olan qardirob var. Qardirobdan isə birbaşa hamam otağına keçiddir. Onu da göstərirəm sizə. Baxın. Vaxtınızı almadan keçirəm digər otaqlara. Və beləliklə 3-cü yataq otağını sizə göstərirəm. Çox səliqəli, işıqlı. Sonda 4-cü yataq otağımız. Bu yataq otağı da çox işıqlıdır. Tavan işıqları çox gözəldir. Belə bir gözəl yataq çarpayısı qoyublar burada. Və bu yataq otağının da daxilində özünə məxsus olan qardirobdur və hamam otağı. Və beləliklə dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Gördüyünüz bu bağ evinin start qiyməti 645 min manatdır. Lakin real müştərilərə
çox xüsusi bir endirim olunacaq. Əlaqə saxlayın, əlimizdən gələn köməkliyi sizə edək. Bağmaz sizin etibarlı seçiminiz. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.